Bu həftə xalq artisti, görkəmli tarzən Ağasəlim Abdullayevin 60 yaşı tamam oldu. Elə bu münasibətlə görkəmli sənətkarımızla görüşüb həm yubiley təəssüratlarını xəbər aldıq, həm də təbriklərimizi çatdırdıq. Milli musiqi sənətimizdə onun inkişafında və təbliğ olunmasında müstəsna xidmətləri olan Ağasəlim Abdullayevin bu həftə 60 yaşı tamam oldu. Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına Araz Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Respublikanın xalq artisti Ağasəlim Abdullayevin musiqi mədəniyyətimizi istər vətənimizdə, istərsə də ölkəmizdən uzaqlarda təmsil edən, sevdirən sənətkarlar cərgəsində özünə məxsus yeri var. 61 yaşına qədəm qoyan, ömrünün 3/2 hissəsini sevimli alətinin sinəsindən, mizrabi əlindən qoymayan sənətkar daim yüksəlişdə olan dolğun sənət yolu keçib. Dönüb geriyə baxanda, yəni bu sənət yolları çox da asan da olmuyor. Yəni mən elə uşaq vaxtından demək olar ki 11 yaşından bax bu gördüyünüz bu tar. Əlbəttə ki bu tar deyil. Uşaq vaxtı balaca olur bu biraz. İndi bu hardasa bir 30 ilin tarıdır. Yəni elə bax bu tarla, demək olar bu tarla böyümüşəm. Sənətini özü sevib, özü seçib qəhrəmanımız və bu seçimi də Ağasəlim Abdullayev ilə birlikdə ona bugünə kimi yoldaşlıq edib, uğurun zirvəsinə aparıb. Tar onun ikinci yarı, ikinci məndir desək yanılmarıq. Elə sənətkarımız da bu fikirdədir. Tar çalanda elə bilginə ki, mən uşaq da olsam, elə bilginə mənim ruhum elə bilginə ki, bax elə vəcdə gəlirdi ki, kaş mən də belə çala biləydim. Hətta mən özüm o taxtaya, bizdə taxta deyirlərdi, taxtaya sim bağlayırdım. O elektrik o naqilləri olmur, onun simindən qırıb bağlayırdım. Ağıllı başda elə onda çalırdım özüm. Tarım yoxdur. Sonra məni evdə atam gördülər ki, belə həvəsim var. Mənə bir tar aldılar. Elə ondan sonra musiqi məktəbinə getdim. O tar mənim demək olar həyatımdır. Mən özümü şəxsən özümü sarsız təsəvvür eləyə bilmirəm. 60-ı gerdə qoyan Ağasəlim Abdullayev bugün həyatından çox razıdır. Özü də deyir ki, Allah mənə bir insana bəxş oluna biləcək xoşbəxt bir həyat nəsib edib. İnsan gərək özünə nəsə eləsin. Əgər özümə bir şey istəmirəmsə ki, başqasından mənim üçün eləməyini ummağa heç mənim ixtiyarım yoxdur. Şükür Allah'a ki, yaxşıyam. 60 yaş insan həyatının gözəl çağıdır. Əsl gözəlliyi isə bəxş olunan yaşı layiqincə yaşamaqdır. Siz də sənətinizlə və bu sənətdən də ən ali zirvədə olan şəxsiyyətinizlə hər şeyin ən yaxşısına layiqsiniz. Xəbərvar olaraq ad gününüz mübarək.